Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala imamil mursalin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'du. Esselamu aleyküm ve rahmetullahi ve berekat. Keçən dərsimizdə İbnül Qayyim rahimehullah sədaqənin fəziləti, əl açıq insan, səxavətli insan haqqında danışdı. Paxıllı olan insan və onun bu daşıdığı paxıllıq xüsusiyyəti, simizlik xüsusiyyəti nə qədər də Allah qatında sevilməyən bir şey olmasından danışdı. Və sonra İbnül Qayyim rahimehullah Teala sözlərinə davam edərək buyurur. Və burada İbnül Qayyim səxavətlikdən danışacaq indi. Səxavətlik nədir? Çoxlarımız elə birik ki, səxavətli olmaq kişinin əl açıq olması deməkdir. Kişinin öz malından, mülkündən verərək daim əli açıq olması deməkdir. Lakin əslində heç də belə deyil. Əsl səxavətli olmaq bu məna ilə yanaşı daha ali bir mənanı daşıyır. Daha ali bir mənanı daşıyır. Və səxavətli kəlməsinin mənası var. Ərəb dilində səxavətli kəlməsi səxa, yəsxu, səxaən feilindən götürülüb. Bir mənası da üz döndərmək, istəməmək, önəmsəməmək, fikir verməmək mənasındadır. Bu kəlmənin bu mənasının səxavətli olmaqda nə əlaqəsi var? Əslində böyük bir əlaqəsi var, biraz sonra da görəcəksiniz. Məsələ buna görə də İbnül Qayyim rahimehullah Teala buyurur ki, əs-səxau nəv'an. Səxavətli olmaq iki cürdür. Səxavətli olmaq iki cürdür. Və o ikisindən birincisi, səxavətliyin o ikisindən birincisi ən şərəflisidir. Hansıdır o? İbn-i Qayyim deyir ki, səxauka amma biyədi qeyrik. Başqasının əlindəkinə qarşı səxavətli olmağın, yəni tamah salmamağın, onun malına, mülkünə fikir verməməyin, onun malının, mülkünü təmənnə etməməyin, başqasının malına qarşı səxavətli olmaq bax budur. Onun malını istəməmək. Onun malı sənin fikrin, zikrin olmaması, onun malına tamah salmaman. Bu səxavətli olmaqdandır və İbn-i Qayyim deyir ki, səxavətliliyin bu ən şərəflisidir. Ən şərəflisidir. İkincisi nədir? İbn-i Qayyim deyir ki, bu da birincisindən dərəcə baxımından nədir? Daha aşağıdır. İkincisi odur ki, səxauka bibədli mə fi yedik. Əlindəkinə qarşı səxavətli olmaq, yəni əlindəkini önəmsəməmək, əlindəki sənin fikrin, zikrin olmaması və yeri düşdükdə qorxmayaraq, cömərtcəsinə Allah üçün o malından, mülkündən verməyin. Səxavətliyin dedikdə səxavətlik, bax bu iki cür olur. Əsr səxavətlik bu cürdür. Bu cür iki cür olur və onun ən şərəflisi də necə ki, İbn-i Qayyim rahimehullah dedi ki, ən birincisidir. Sonra İbn-i Qayyim rahimehullah dedi ki, bəzən elə ola bilir ki, necə çoxlarımız elə düşünürük ki, yəni səxavətli olmaq nədir? İnsanın əli açıq olmasıdır. Malından, mülkündən verməsidir. Heç də belə deyil. İbn-i Qayyim deyir ki, bəzəndir elə ola bilir ki, bir kişi, hər hansısa bir kişi insanların ən səxavətlisi sayılır. İnsanların ən səxavətlisi sayılır Allah qatında onlara heç də malından, mülkündən vermədiyi halda. Öz malından, mülkündən onlara heç nə vermədiyi halda, amma Allah qatında həmən insan ən səxavətli sayılır. Niyə? Çünki deyir, o insanların əlindəkinə tamah salmır. İnsanların əlindəkinə qarşı səxavətlidir. İnsanların əlindəkinə qarşı fikir vermir, önəmsəmir. İnsanların malı, mülkü onun fikrinə, zikrinə çevrilməyib. Üz döndərib onların malından. Və deyir, bu da deyir, adı nədir? Bəzi hikmətli insanların, sələflərdən olan bəzi hikmətli insanların elə sözünün mənasıdır. Bəzi sələflərdən olan bəzi hikmətli insanlar buyurublar ki, əsl səxavətli olmaq odur ki, öz malından könüllü olaraq verəsən və başqasının malından isə çəkinəsən, ona tamah salmayasan. Elə əslində
Səxavətli olmaq nədir? Budur. Və sonra İbn Qeym rahimehullah deyir ki, bir gün Şeyxülislam İbn Teymiyyə rahimehullahla oturarkən ondan belə bir şey eşitdim. İbn Qeym deyir ki, Allah Subhanahu və Teala İbrahim əleyhissalama vəhy edərək demişdi ki, "Ətədri limə ittəxaztuka xalilən?" Ey İbrahim, sən bilirsənmi mən nə üçün səni özümə xəlil qərar verdim? Yəni dost. Xəlil dostluğun ən üstün mərtəbəsidir. Ən üstün mərtəbəsidir. Ona görə də Allah Subhanahu və Teala İbrahim özünə özünə xəlil seçib. Şeyxülislam İbn Teymiyyə deyir ki, Allah Subhanahu və Teala İbrahim əleyhissalama dua edərək demişdi ki, ey İbrahim, sən bilirsənmi mən nə üçün səni özümə xəlil qərar verdim? Səni özümə dost tutdum. İbrahim əleyhissalam dedi ki, ya Rabbi, xeyr, mən bilmirəm, daha yaxşısını sən bilirsən. Allah Subhanahu və Teala İbrahim əleyhissalam deyir ki, "Li'anni ra'aytu al-ata'a ahabba ilayka min al-akhzi." Deyir, çünki mən gördüm ki, sənin üçün malından, mülkündən vermək kimdənsə mal, mülk götürməkdən daha sevimlidir. Yəni sədaqə vermək sənin üçün daha sevimlidir, nəinki kimdənsə mal, mülk götürmək. Nəyə görə Allah Subhanahu və Teala İbn Qeym deyir ki, nəyə görə Allah Subhanahu və Teala İbrahim əleyhissalama bu cür xitab edib? İbrahim əleyhissalama belə bir şey deyib. İbn Qeym deyir ki, çünki deyir bu Allahın sifətidir. Allah Subhanahu və Teala verir, öz mülkündən, öz fəzilətindən qullarına verir, qarşılıqsız verir. Və biz keçən dərsimiz dedik və indi də İbn Qeym ondan danışacaq. Allah Subhanahu və Teala'nın ən sevimli qulu kimdir? Allahın sifəti ilə sifətlənməyə çalışmaq istəyən. Təbii ki, Allah Subhanahu Teala sifətlərində, isimlərində kamildir. Onun sifətləri, isimləri nədir? Əbədi və əzəlidir. Qul isə onun sahib olduğu sifətlər nədir? Sonradan əldə eləyib və naqisdir. Ona görə İbn Qeym deyir ki, "Fəhəzi sifatun min sifatir Rabbi cəllə cəlaluhu." Bu Allahın sifəti olduğu üçün Allah Subhanahu və Teala İbrahim əleyhissalam belə deyir. Niyə? Çünki Allah Subhanahu və Teala verməyi sevir, öz fəzilətindən quluna verməyi sevir, əvəzsiz olaraq, əvəzində heç nə istəmir. Allah Subhanahu və Teala yedizdirir, amma yedizdirilməsini istəmir. Sevmir Allah Subhanahu Teala. Allah Subhanahu Teala samətdir, o yemir. Allah Subhanahu və Teala cömertlərin ən üstünüdür. Əli açıqların ən üstünüdür. İkram sahiblərinin, qullarına əta edənlərin ən üstünüdür. Və ona görə də İbn Qeym deyir ki, Allah Subhanahu və Teala sevir o qulu ki, o qul onun sifəti ilə sifətlənməyə çalışır. Allah Subhanahu Teala kərimdir, kərim olanı sevir. Allah Subhanahu Teala kərimdir, yəni nə əta edəndir, əvəzsiz verəndir. Qullarından da əta edəni, əvəzsiz verəni sevir. Allah Subhanahu Teala alimdir, elmlidir, alimləri sevir. Qadirdir, güclüləri sevir. Gözəldir, ona görə də gözəlliyi sevir. Sonra İbn Qeym rahimehullah, İmam Tirmizi rahimehullahın öz Əl-Cami əsərində rivayət etdiyi bir əsəri gətirir. Bundan qabaqki dərsdə də İbn Qeym bu hədisi mənasını öz sözləri ilə demişdi. Rasulullah sallallahu aleyhi və səlləm buyurub ki, səxavətli insan Allaha yaxındır, cənnətə yaxındır, insanlara ən sevimlidir, oddan isə, cəhənnəmdən isə ən uzaq olanıdır. Paxıl isə Allahdan uzaqdır, cənnətdən uzaqdır, insanlardan uzaqdır, insanlar ona nifrət edir və oda yaxındır. Oda yaxındır, cəhənnəmə yaxındır. Fikir verin, Rasulullah sallallahu aleyhi və səlləm hədisin axırında nə deyir? وَلَجَاهِلٌ سَخِيٌّ أَحَبُّ إِلَى اللّٰهِ تَعَالَى مِنْ عَابِدٍ بَخِيلٍ. Subhanallahilazim. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, cahil, səxavətli birisi, cahildir, amma səxavətlidir, əl açıqdır. O Allaha daha sevimlidir, nəinki paxıl abiddən. Cahil, səxavətli insan Allaha paxıl abiddən daha sevimlidir. Baxın, subhanallah, yəni səxavətli olmağın nə dərəcədə Allah Subhanahu və Teala qatında böyük bir əhəmiyyəti var. Ona görə də İbn Qeym deyir ki,
Allah Subhanahu wa Taala biraz öncə dediyimiz kimi sevir o qulunu ki, o qul onun sifəti ilə sifətlənməyə çalışır. Allah Subhanahu wa Taala rəhimdir, rəhimli olanları sevir. Allah Subhanahu wa Taala qullarından rəhimli olanları sevir. Allah Subhanahu wa Taala qullarına rəhimli davrananı da sevir. Allah Subhanahu wa Taala rəhimlidir, rəhimli olanı sevir və qullarına rəhimli davrananı da sevir. Allah Subhanahu wa Taala eybi örtəndir və qullarının eybini örtəni də sevir. O insan ki, daim insanların eybini örtər, eybini aşkara çıxartmaz. Allah sevir o cürləri. Allah bağışlayandır, ona görə bağışlayanları sevir. Allah Subhanahu wa Taala latifdir, lütfkardır, mülayimdir. Ona görə də qullarına qarşı mülayim olanı da sevir. Allah Subhanahu wa Taala latif olduğu üçün, mülayim olduğu üçün qullarından kobud, qəlbi sərt ifadələr işlədən, qəlb qıranları da neynəmir? Sevmir. Allah Subhanahu wa Taala rafiqdir, rifqi sevir. Yəni Allah Subhanahu wa Taala mülayimdir, belə deyək. Mülayimdir, mülayim olanları da sevir, rifqli olanları da sevir. Allah Azze ve Celle həlimdir, həlim olanları da sevir. Həlimliyi də sevir. Həlimlik nə deməkdir? Çoxlarımız elə bilir ki, həlim olmaq, yəni mehriban olmaq, gülərüz olmaq xeyr. Əslində ərəb dilindəki həlim sözünün mənası insan cəzalandı, kimsə ona qarşı həddini aşır, kimsə sənə qarşı həddini aşır. Sən onu cəzalandırmağa qadir olduğun halda onu cəzalandırmırsan və onunla yumuşaq davranırsan. Həlim olmaq bu deməkdir. Yəni səndə hətta səbirsizliyin əlamətləri belə bilinmir. Sənə qarşı hədd aşılır, kobudluq edilir, zülm edilir. Lakin sən səbirli olursan və səbirsizlik əlaməti də səndə bilinmir və qadirsən də 10 qat misli ilə cəzalandıra biləsən. Allah Subhanahu wa Taala da ona görə də Həlim Allahın sifətlərindən biridir. Əl-Həlim Allahın adlarından biridir. Və Allah həlim olduğu üçün qullarından da həlim olanları sevir. Adildir, ədaləti sevir. Allah Subhanahu wa Taala üzrü sevəndir. Üzrü qəbul eləyəndir. Üzrxahlığı sevir. Üzrü qəbul eləməyi Allah Subhanahu wa Taala sevir. Ona görə qullarından da üzrü qəbul eləyənləri sevir. Elə insanlar var ki, görsən, o adam heç üzr qəbul eləyən deyil. Bağışla deyərsən, üzrxahlıq gətirərsən, görərsən bu insandan lüğətində ümumiyyətlə üzrxahlıq qəbul etmək deyə bir şey yoxdur. Lakin Allah Subhanahu wa Taala'nın sifətlərindən də biri odur ki, o üzrü qəbul eləyir. Üzrü sevir və qullarından da üzrxahlığı qəbul eləyən insanları da nə edir? Sevir. Subhanallah, görün İbn Qeym nə deyir? Allah Subhanahu wa Taala yucazi abdahu bihasabi hadihi sifat fihi vucudan və adaman. Allah Subhanahu wa Taala quluna qarşı deyir, necə davranır? Bu sifətlər ki, bu sifətlərin miqdarına görə, mövcud olub olmamağına görə qullarına davranır. Yəni səndə bu özəlliklər, yuxarıda keçən özəlliklər nə miqdardadırsa, o miqdarda Allah sənlə davranır. O xüsusiyyətin, o sifətin səndə olub olmamasına görə Allah Subhanahu wa Taala sənlə davranır. Buna görə sənlə müamilə edir Allah Subhanahu wa Taala. Nə deyir? Gör nə deyir? Fəmən afa anhu. Bağışlayanı Allah da bağışlayar. Və men ğafara lehu. Kim keçirsə Allah ondan da keçər. Və men samahahu. Üzrxahlığı qəbul edib bağışlayana Allah da bağışlayar. Allah da onun üzrxahlığını qəbul edər. Və men rafaqa bi'ibadihi rafaqa bihi. Allahın qullarına qarşı rifqli olan, mülayim olana Allah da mülayim olar. Allahın qullarına qarşı rəhimli davranana Allah da rəhimli davranar. Allahın qullarına qarşı ihsan edən, yaxşılıq edənə Allah da ihsan edər, yaxşılıq edər. Allahın qullarından göz yuman, keçən, onların xətalarına göz yumandan Allah da göz yumar.
Allahın qullarına qarşı cömertlik edib öz malından, mülkündən verənə Allah da öz fəzilətindən verər. Qulların mənfəəti üçün çalışanı Allah da mənfəətləndirər. İnsanların, qulların eybini örtməyə çalışanın Allah da eybini örtər. İnsanların xətalarının arxasınca gedən, onların eyblərini açmaq istəyənin Allah eybini açar. Onu Allah subhanahu wa ta'ala biyabır eləyər. İnsanlar Allahdan gələn xeyri qarşısını alıb, insanlara çatmasın deyə çalışanan Allah xeyrini kəsər. Hilə qurana Allah hilə qurar. Allahın qullarını aldatmaq istəyənin Allah ona hilə qurub onun özünü aldanışa aparar. وَمَنْ عَامَلَ خَلْقَهُ بِصِفَاتٍ عَامَلَهُ اللّٰهُ تَعَالَى بِتِلْكَ الصِّفَةِ بِعَيْنِهَا فِي الدُّنْيَا وَالْآخِرَةِ فَاللّٰهُ تَعَالَى لِعَبْدِهِ عَلَى حَسَبِ مَا يَكُونُ الْعَبْدُ لِخَلْقِهِ. Subhanallah. Görün nə deyir İbn-i Qeym rahimehullah Teala? Kim hansı sifət ilə Allahın qulları ilə müamilə eləyirsə, eynən elə o sifətlə də Allah həm dünyada, həm axirətdə ona müamilə eləyəcək. Yəni sən Allahın qullarına qarşı nə cür davransansa, bil ki, Allah da həm dünyada, həm axirətdə sənə qarşı o cür davranacaq. Allah öz quluna qarşı, qul digər qullara qarşı nə cürdürsə, Allah da həmin qula qarşı o cür olacaq. Ona görə də hədisdə gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Mən sətara musliman sətarahullahu təala fid-dunya vel-axirə." Kim bir müsəlmanın eybini örtərsə, Allah subhanahu va taala da onun eybini örtər. "Və men nəffəsə min mu'minin və men nəffəsə an mu'minin kurbatan min kurabid-dunya nəffəsallahu təala anhu kurbatan min kurabil yevmil-qiyamə." Kim bir möminin sıxıntısını aradan qaldırarsa, kədərini aradan qaldırarsa, Allah subhanahu va taala da dünyadakı kədərini dünyadakı sıxıntısını kim onu aradan qaldırarsa, Allah subhanahu wa ta'ala da onun axirət günündəki kədərini, sıxıntısını aradan qaldırar. Bilin ki, axirət gününün kədəri, sıxıntısı dünyanın sıxıntısına, kədərinə bənzəmir. Çünki axirət günü önündə cəhənnəm var. Ora düşmək ehtimalı var. Bundan böyük hər bir insanın sıxıntısı yoxdur. Hər bir insanın sıxıntısı nədir? Kaş ki Allah məni qaytarardı yenidən dünyaya, əməl eləyərdim. Bıraxdığım nöqsanları düzəldərdim, tövbə eləyərdim. Bunun üzərində başqa bir sıxıntı yoxdur. Bundan böyük sıxıntı, bundan böyük insanın qərq ola biləcəyi kədəri yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim möminin dünyadakı bir sıxıntısını qaldırarsa, Allah onun axirətdəki sıxıntısını aradan qaldırar. Kim çətinliyə düşənin çətinliyini asanlaşdırarsa, Allah subhanahu wa ta'ala da onun hesabını asanlaşdırar. İndi burada İbn Qeym bir dənə hədis deyəcək. Bu hədisi arxasınca öz sözləri ilə gözəl izah eləyəcək. Diqqət verin. Deməli, hədisə keçir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Mən ənzara mu'siran əv vada'a anhu əzalləhullahu Teala fi zilli arşihi." Kim borcunu vermək istədiyi halda verə bilməyənin, borcunu vermək istədiyi halda, borclunun, hansı ki borcunu vermək istəyir, amma verə bilmir. Kim ona möhlət verərsə, ayın 5-idir, gəldi çatdı, bu adam borcunu verməlidir, gəlir üzr xaxlığa ki, verə bilmirəm. Amma görürsən ki, sıxıntıdadır, məsuliyyətli adamdır, vermək istəyir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim beləsinə möhlət verərsə, get bir aydan sonra verərsən, yaxşı heç nə olmaz. Kim beləsinə möhlət verərsə, və yaxud ümumiyyətlə onun borcunu silərsə, Allah subhanahu wa ta'ala qiyamət günü onu ərşin kölgəsində kölgələndirəcək. Qiyamət günü insanlar günəş yaxın olduqlarına görə günəşin o istisi altında qovurulacaq. Amma bu hədisdəki insan isə ərşin kölgəsinin altında kölgələnəcək. Kimin ərşinin? Rəhmənin ərşinin. Şərəfə baxın. Ali məqama baxın. Görün, subhanallah, cənnəti qazanmaq necə də asandır. Nə edirsən ki? Borclu da adam sənə, görürsən ki, məsuliyyətlidir. Bu məsuliyyətdən qovurulur adam. Deyirsən ki, get gələn ay verərsən. Və yaxud da ki, Allah üçün keçdim sənə. Hədis var elə, bilirsiniz.
insanlara borc verən birisi var. Deməli, daim insanlar borca pul verir. İnsanlar onun yanına borc götürmək üçün gəlir. Onun da bir katibi olur. Hər dəfə o katib gəlir, borcları insanlardan yığır. O insan həmişə, o borc verən insan, o səxavətli insan, o varlı insan həmişə öz katibinə deyir ki, get borcları yığ, görsən ki, kimsə verə bilmir, keç ondan. Sıxıntıdadır, keç ondan. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qiyamət günü Allah subhanahu taala həmin insana deyəcək ki, biz daha layiqik ki, keçək. Ona görə bu gün də biz səndən keçirik. Sənin günahlarından keçirik. Yəni bu əməl, yəni sıradan bir əməl deyil, subhanallah, fikir verin. İndi bu hədis haqqında görün İbn Qayyim nə deyir, rahimehullah taala nə deyir? Deyir ki, bu hədisdəki insan, bu borc yiyəsi, pulun yiyəsi, borcu götürən insanı dünyadakı o hərarətdən qurtardığına görə, dünyadakı o sıxıntıdan qurtardığına görə, çünki məsuliyyətli insanda, İbn Qayyim deyir ki, məsuliyyətli insanda, borc götürdükdən sonra özündə məsuliyyət hiss eləyən insanda o məsuliyyətin hərarəti var. O borcu verə bilmədiyinə görə onda bir hərarət yaranır və o hərarət onu yandırır. O məsuliyyətin hərarətidir. O məsuliyyət hərarətində o qovrulur, İbn Qayyim deyir ki, və borc yiyəsi də, pulun yiyəsi də onu o hərarətdən qurtardığına görə, onu o acizlikdən çıxartdığına görə, Allah da qiyamət günü o pulun sahibini qiyamətin hərarətindən, o günəşin insanları qovurmasından çıxaracaq, qurtaracaq. Burada da dövrəyə hansı qayda girir? Şəriətin qoyduğu qaydalardan biridir. Əl-cəzə min cinsil əməl. İnsana gələn cəza və yaxud mükafat əməlinin növündəndir. Adam neynədir? Adam birisini dünyanın odundan qorudu. Dünyanın hərarətindən qorudu. Qurtardı onu. Allah da onun axirətin hərarətindən qurtardı. Allah da onun axirətin istisindən qurtardı. Və onu böyük bir şərəfə nail elədi. O da nədir? Rəhmənin heç bir kölgə olmadığı vaxtda rəhmənin kölgəsinin altında kölgələnməsi. Bu elə belə bir şey deyil. Yəni əl-cəzə min cinsil əməl. İnsana gələn cəza, insana gələn mükafat əməlinin cinsinə görədir. Fikir verin nə mükafat gəldi. Gələn mükafat əməlinin cinsinə görədir. Dünyanın hərarətindən onu qorudun, Allah da səni axirətin hərarətindən qorudu. Deməli, cəza da sənə əməlinə görə gələcək. Yəni dünyada nə kimi pis əməl sahibi olsan, axirətdə onu o çıxacaq sənə qarşıma. Sonra İbn Qayyim rahimehullah deyir ki, yəni tərsi də bu cürdür. Yəni salih əməl edirsən, salih əməlin növündən sənə mükafat gəlir. Pis əməl edirsən, pis əməlin növündən sənə cəza gəlir. Hədis gətirir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Ya ma'şara men amana bi lisanihi və lam yedxulul iman fi qalbihi." Ey dili ilə iman edib, amma iman qəlbinə girməyən kəslər, müsəlmanlara əziyyət verməyin. Onların eyblərinin arxasınca getməyin. Kim öz qardaşının eybini axtararsa, o eybinin arxasınca gedər ki, onun eybini çıxartsın ortalığa, insanlar qarşısında onun eybini göstərsin. Allah subhanahu wa ta'ala onun eybinin arxasınca gedər. Onun eybini üzə çıxarar. Evinin içərisində gizli olduğu halda Allah onu biyabır eləyər. Fikir ver. Əl-cəzə, dedik ki, əl-cəzə min cinsil əməl. İnsana gələn mükafat, insana gələn cəza əməlin növündəndir. Sən Allahın məsum qullarının xətalara arxasınca gedirsən. İstəyirsən ki, onları biyabır eləyəsən, Allah səni biyabır eləyir. Evin içində olsan belə, yenə də Allah səni biyabır eləyir. Ona görə İbn Qayyim deyir ki, fəkəmə tədinu tudən və kun keyfə şi'tə fə innəllaha təalə ləkə kəmə təkunu əntə ləhu və li'ibadihi. Subhanallahil-azim. Deyir ki, İbn Qayyim, nə cür davranırsan, o cürdə səninlə davranacaq. Necə olursan ol, nə cür olursan ol. Allah subhanahu wa ta'ala sənə, sən ona və onun qullarına qarşı nə cür müamilə edirsənsə, Allah da sənə o cür müamilə edir. Yəni, sən Allaha qarşı nə cür davranırsansa,
Allahın qullarına qarşı nə cür davranırsansa, bil ki, Allah da sənə o cür davranacaq. İndi fikir verin, görün nə deyir İbn Qeym. Dəhşətli bir, gözəl bir misaldır bu, vallahi. İbn Qeym deyir ki, nə zaman münafiqlər İslamı izhar etdilər, daxillərindəki o zülmətdə isə küfürü gizlətdilər. Elə bildilər ki, Peyğəmbəri aldatdıq, müsəlmanları aldatdıq, Allahı aldatdıq, həşə və kəllə. Bu ilə də iş bitdi. Yalandan özümüzü müsəlman göstərdik. Öz etiqadımız isə öz qəlbimizdədir. Daxilimizdəki zülmətdə gizlətdik. Heç kim bundan xəbər tuta bilmədi. İş bitdi. Qazandıq. Etiqadımız qəlbimizdə, yalandan İslamı göstəririk. Vəssalam, bu ilə də iş bitdi. İbn Qeym deyir ki, nə zaman münafiqlər belə bir şey elədilər, Allah subhanahu wa ta'ala onların etdikləri əməl ki var ha, bu cür etdikləri əməl, onun növündən onlardan qiyamət günü müamilə eləyəcək. Nə cür? Qiyamət günü onlar sıratın üzərindən keçməyə gələcəklər. Görəcəklər ki, müsəlmanlar gedir, sıratın üzərindən keçirlər. Müsəlmanlara sıratın üzərindən aparan nədir? Nur. Allah bir nur yaradır. O nur işıqlandırır sıratı. Müsəlmanlar, möminlər, iman əhli, təqva əhli o sıratın üzərindən keçir. Sırat altda cəhənnəmdir. Sıratı keçdin cənnətdir. Tamam? Allah nur yaradır. Möminlər, müsəlmanlar, təqva əhli o nurun sayəsində sıratdan keçirlər. Bir dənə nur Allah subhanahu wa ta'ala münafiqlər üçün İbn Qeym yaradacaq. Münafiqlər görəcək ki, ha, nur var. Bunlar üçün bir nur var. Sıratı görürlər. Eyvallah, gəlin bu nur vasitəsilə sıratdan tez keçək. Və keçməyə başlayacaqlar. Və elə düşünəcəklər ki, artıq sıratdan keçmək üçün bir nurumuz da var. İş bitdi. Biz Allah'ı da aldada bildik, Peyğəmbəri də aldada bildik, müsəlmanları da aldada bildik. Allah subhanahu wa ta'ala o yalancı nur ilə onları sıratın ortasına kimi İbn Qeym gətirəcək. Sıratın ortasında Allah subhanahu wa ta'ala o nuru söndürəcək və onları sıratın üzərində zülmətə qərq eləyəcək. Zülmətə də qərq olundan sonra sıratdan keçmək necə mümkün ola bilər? Sıratdan sürüşüb keçəcəklər cəhənnəmə. Dünyada necə yalandan nur göstərdilər, yəni İslam göstərdilər, küfürü daxillərindəki o zülmətdə gizlətdilər. Allah da o yalancı nurla onları gətirdi sıratın ortasına, gətirəcək sıratın ortasına. Sonra o nuru söndürəcək və onları zülmətə qərq edib o cürdə cəhənnəmə salacaq. Ona görə də əl-cəzə min cinsil əməl. İnsana gələn mükafat və yaxud cəza əməlinin növündəndir. Bu, şəriətin qoyduğu qaydalardan biridir. Ona görə də İbn Qeym rahimehullah deyir ki, xülasə, əli açıq, səxavətli insana uca Allah elə şeylər bəxş edir ki, onları paxıl insandan məhrum edir. Əl açıq insana verdiyini Allah subhanahu wa ta'ala paxıl insana vermir. Uca Allah səxavətli insanın əxlaqını gözəlləşdirər, ruzisini genişləndirər, nəfsini təmizləyər və həyatını, yaşayış səbəblərini asanlaşdırar. Bunlar hamısı onun əməli növündəndir. Bunlar hamısı onun əməli növündəndir. O Allahın qullarına qarşı bu cür gözəl davrandığına görə, malından mülkündən verib, azalmasından qorxmadığına görə cömert olur. Çünki biz dedik ki, səxavətlilik, cömertlik nədən doğur? Şücaətdən doğur. Şücaətdən doğur. Paxıllıq nədən doğur? Qorxaqlıqdan doğur. Yəni, qorxur ki, malı azalar. Amma səxavətli insan qorxmur malın azalmasından. Səxavətli insan Allahın qullarına qarşı bu cür davrandığına görə, malından, mülkündən qorxmadan verdiyinə görə, malından, mülkündən verib fəqir insanın qəlbinə sevinç saldığına görə, onun həyatını qismən də asanlaşdırdığına görə Allah subhanahu wa ta'ala bu cür dediyimiz surətdə də səxavətli insana davranır. Və bununla da İbn Qeym sədəqə, bu 5 mühüm əmr olunmuş işin 4-cüsünü də bitirdi, sədəqə haqqında bitirdi və sonra da gəlir 5-ci əmr olunmuş mühüm iş, bu hədisdə o da nədir? Zikr. Sizə deyərdim ki, bu 5 mühüm əmr olunmuş işin içərisində, bunların şərhi içərisində İbn Qeymin onların
ətrafında danışmasından daha da mənfəətlisi, daha da gözəl mövzu isə bu zikr haqqında olacaq. Və zaten də bu kitabın elə əsas danışdığı mövzu da nədir? Zikirdir. Bu da qalsın gələn dərsimizə. Doğrusunu Allah Subhanahu va Taala bilir. Elhamdülillahi Rabbil alamin.